Abazallıda bir kənd var deyib gəlmişik sizin Abazallı kəndinə. Bu ənənə bizim kənddə 60-cı illərdən yaşayır. Fikrim meydançada qalsa da, şum işlərini görməyi də çox istəyirəm. Torpaq zəhməti sevir. Torpağı əkərsən, becərərsən, bəhrəsini də görərsən. Bugün Səringül nənəni ziyarətə getmək istəyirəm. Nənə, neçə nəvəniz var? 12 dənə evladım var. 60 dənə nəvələrim var. 40 dənə nəticələrim var. Ay maşallah. Bir də közücəniz var. Hə. Abazallıda keçirdiyim 2 gündə möhtəşəm insanlar tanıdım. Bir balaca kənddən neçə igid oğulların, generalların, elm adamlarının, dövlət xadimlərinin çıxdığını da öyrəndim. Orada bir kənd var. 11 oktyabr 12:30-da.